Zaqatala rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində yaranan problemlər əhalinin ciddi narazılığına səbəb olub. Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə elektrik enerjisi gün ərzində dəfələrlə kəsilir, gərginlikdə isə kəskin sıçrayışlar olur. Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib və problem ətraflı şəkildə diqqətə çatdırılıb. Lakin bugünə qədər vəziyyət dəyişməyib. Davamlı elektrik kəsintilərinin məişətə və iş fəaliyyətinə ciddi çətinlik yaratdığı, eyni zamanda məişət avadanlıqlarının sıradan çıxması riskini artırdığı bildirilir. Sakinlər aidiyyatı qurumlardan elektrik enerjisinin verilişində yaranan fasilələrin konkret səbəblərinin araşdırılmasını, ərazidə elektrik xətlərinin və avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını və problemin birdəfəlik aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edirlər.